ağsaqqalımız. Tovuz rayonunun hörmətli ağsaqqalıdır. İctimaiyyətçi insandır. Çox gözəl insandır. Dəmir müəllim. Allah can sağ olun. Sağ olun. Çox təşəkkür edirəm, muhtarına bildirirəm ki, həqiqətən bu cür layihənin həyata keçirilməsi müasir müstəqil Azərbaycan tarixinin həyatında yeni bir səhifənin əsaslarını qoymuşdur. Yəni ki, bütün rəhbərimiz Heydər Əliyev demişdir ki, müstəqilliyi əldə etməkdən onu qoruyub saxlamaq daha da çətindir. Və müasir dövrdə, müasir müstəqil Azərbaycan Respublikasının Türk rəhbərimizə şah əsəri olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi nə qədər çətinlik başa gəlmişdirsə və müasir dövrdə hərbi siyasi gərginliklərin artdığı bir dövrdə və Ermənistan Respublikasının dünyanın ətraflı dövlətləri tərəfindən, yəni Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa Respublikası tərəfindən və digər dövlətlər tərəfindən saxlandırıldığı bir dövrdə bu cür tədbirlərin həyata keçirilməsinin çox böyük tarixi əvəzolunmaz yeri vardır. Yəni ki, yeni bir gənclik nəslinin formalaşdırılması, vətənlərdə onların vətənə məhəbbət hissini formalaşdırılması üçün çox böyük əhəmiyyəti vardır. Buna görə də müdrik rəhbərimizin 102 ilində həsr etdiyimiz tədbirlə əlaqədar olaraq demək istəyirəm ki, müdrik rəhbərimiz vaxtında demişdir ki, vətənpərvərlik riski, vətənpərvərlik hissi gərək köhnəlikdən başlayaraq hər bir vətəndaşın həyat qanunu, həyat riski, həyat nizamları olsun. Sağ olun. Çox sağ olun. Vətənpərvərlik hissi